Bakıxanov qəsəbəsində qiymətində endirim olunmuş çox gözəl bir mənzili təqdim etməyə gəlmişəm. Bakıxanov qəsəbəsində bilirsiniz ardadır dostlar, Neftçilər metro stansiyasına gedən yolun üstündə. Leningrad layihəli mənzildə dostlar 5 mərtəbəli binanın 1-ci mərtəbəsi. Əlavə 30 kvadrata yaxın artırması var. Mənzil sənəddə 2 otaq olsa da, hal-hazırda mənzilin kvadratı 3 otağın kvadratından böyükdür. Dostlar, bu mənzili bir neçə gün əvvəl açıqlayan təqdim etmişik. Onda qiymət 175.000 manatla təqdim olunur. İzləyicilərimiz bilir, bu mənzilin qiymətində əməlli başlı endirim olunur. Yerləşmə yeri həqiqətən çox gözəldir. Neftçilər metro stansiyasına gedən yol, 94 nömrəli məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin tam yaxınlığında yerləşir. Yəni yerləşmə yeri çox gözəldir. İndi mənzilin daxili ilə tanış edəcəm sizi. Əziz qardaşım, 2 otaqlı mənzilin qiymətinə 3 otaqlı mənzil verirəm sizə. Nə istəsin? Geniş bir dənə mənzildir, Leningrad layihəli mənzildir. Təmiri də qaydasındadır. Operatorumuz göstərsin. İstəyirəm birinci zaldan başlayıb. Mənzilin son hissəsidir. Artırma olan hissələrində göstərəcəm. Böyük bir dənə zalımız. Qiyməti, dostlar, başqa səhifələrdə görmüsünüz, evin qiyməti düşür. Yəni bu qiymət yalnız bizim səhifədədir. Mənzilin açarı da bizdədir. Elə bir qiymətədir ki, 2 otaqlı mənzilin qiymətinə 3 otaq. Geniş bir dənə zal, dən yaxınlaş qardaş. Pəncərələr plastik, istilik sistemi dövlətin verdiyi mərkəzi istilik sistemidir. Mənzilin padvalı qurub dostlar. Yəni birinci mərtəbə olsa da nəmişlik söhbəti yoxdur. Belə etaj bir mənzil. Çöldən də göstərəcəm, baxarsınız. Yerdən hündürdür. Belə geniş bir zal, daxili hündürlüyü 2 metr 85 santim. Qapılar gördüyünüz kimi dəyişir. Evdə təmir işləri görülür. Kim istəsə yenə də yüngül kosmetik işlər görə bilər. Yəni aboyları falan dəyişə bilər. Bura bir otağımız, yataq otağımız gördüyünüz kimi. Geniş bir yataq otağımız var. Haradasa 16-17 kvadrat metr ölçülərə sahibdir. Qoşları əla vəziyyətdədir. Tam təmirdir. Sizə mətbəx göstərəcəm dostlar. Yəni yeni tikili binada belə bir mətbəx yoxdur. İstəyir köhnə tikili olsun, istəyir yeni tikili olsun. Qardaş bir dənə mətbəx düzəldib ki, böyüdü, birinci mərtəbə olduğuna görə artırması var. Dediyim kimi 30 kvadrata yaxın artırması var mənzilin. Geniş bir dənə mətbəx. Nə qədər olar qardaş bura? 25-30 kvadrat metr, ölçüb 30 kvadrat rahat var. Geniş bir dənə mətbəx, 30 kvadrat. Təsəvvür edin ki, Leningrad layihəli mənzildə 30 kvadratlıq mətbəx. Əlavə olaraq da burada bir dənə bağ sahəsi var. Onu da göstərəcəm. Bir dənə yaxınlaş qardaş. Burada bağ sahəsi. Qardaş qəşəng düzəldir, ev sahibi, Allah xeyir versin. Mətbəxdən də yox burada, kondisioneridir, yerləşdirir. Yüngül də belə deyim dostlar, xudmani bağ sahəsidir, stolunu qoyub sahibi içə bilərsin. Həm həyət evi, həm də bina evi. Birinci mərtəbənin üstünlükləri də budur. Bu da küləkdən sonra olub dostlar, yəni bunu ev sahibi düzəldib verəcək. Mətbəx mebeli yığılır, qazıdır, aspiratorudur, alıb kirayə də vermək olar, alıb köçüb yaşamaq da olar. Dediyim kimi dostlar, 3 otağın kvadratından böyükdür. Belə hol hissəsidir, geniş. Burada televizor qoymağa yeri, TV stenti, kondisionerimiz də var. Qiymət də ki, dediyim kimi dostlar, qiymət əməlli başlı endirim olunur. Burada kladovkasıdır, qapıdan girişdə. Bu mənzilin qiyməti dostlar qoymuşam 175.000 manatla. Yəni birinci dəfə bu evi bir həftə əvvəl yerləşdirmişik 175.000 manatla. İndi ev sahibi son qiyməti deyir, yəni o dediyi son qiyməti deyəcəm, əziz dostlar. 165.000 manat ev sahibi son qiymət deyir. Sənədləri soruşsaz, heç bir problem yoxdur, tam qaydasındadır. Mənzilin qazı, işığı, suyu daimidir, istilik sistemi, dediyim kimi dövlətin verdiyi istilik sistemidir. Ətraf məlumat vermişəm, Neftçilər metro stansiyasına gedən yol, 94 nömrəli məktəb, böyük ticarət obyektləri, hamısı evin yaxınlığında yerləşir. Ramiz Qəmbərov küçəsi, ərazidə yaşayanlar buranı yaxşı tanıyır. Qiymət 165.000 manat son qiymətdir dostlar. Sənədlərində də heç bir problem yoxdur, mənzil də ipotekaya yarayır. Buyurun, kimə maraqlı olsa nömrəmiz səhifədə var, əlaqə saxlaya bilərsiniz.